Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, mən Vüsal Kəlbəcəri bu günlər Azərbaycanımızın çox gözəl bölgəsi olan Cəlilabad rayonunun Ləkin kəndindəyik. Ləkin kəndi ziyalılar, alimlər, yazıçılar, generallar, hərbçilər, həkimlər yetişdirən bir kənddir. Əlbəttə ki, onları yetişdirənlər Səxavət müəllim kimi müəllimlərdir. Bəli, bizim bugün bölgə müxbirimiz, tanınmış jurnalist, demək Zülfiyə Qarabağlıdır. O cümlədən Ceyhun bəy bizim operatorumuzdur və biz sizə müəllimi təqdim eləmək istəyirik. Buyur müəllim, adınız, soyadınız? Muradov Səxavət Mütəllim-oğlu. Neçə ildir təhsil sahəsində çalışır, hansı fəndədir? 53 il pedaqoji təhsilim var, stajım var. Azərbaycan dili və ədəbiyyatı fakültəsini qurtarmışam və həmən fənləri tədris etmişəm. Çox gözəl. Və o cümlədən sizin yetirmələr, yüzlərlə yetirmələriniz var bildiyiniz kimi. Bəli. O yetirmələrinizdən hansı ailədə çalışırsınız? İndi hal-hazırda Mətbuat Şurası İdarə Heyətinin üzvü olan Müşfiq Ələsgərli, mən ona 5-ci sinifdən 11-ci sinifə qədər dərs demişəm. Hal-hazırda o Mətbuat Şurası İdarə Heyətinin müavini işləyir. Və başqa, siz bilirsiniz ki, gözəl atasınız, gözəl babasınız. Neçə övladınız var? Mənim 5 övladım var, biri dünyasını dəyişib, bir övladı qalıb. 2 oğlum, 2 qızım hal-hazırda hamısı ailəlidir və nəvəm, hətta 6 nəvəm var, Nəticə var mı? nəticəm də var. 2 nəticəm. Mən bizim çəkilişimiz vasitəsilə bugün 2025-ci 20 oktyabrda. Bax bu 10 il sonra, 20 sonra bu kadrlara baxacaqlar. Nəvələrinizə, nəticələrinizə nə arzulayırsınız? Mən nəvə və nəticələrimə ancaq onu tövsiyə edə bilərəm ki, yaxşı oxusunlar. Gələcəyin fikirləşən indiki gənclər ancaq oxumaqla istədikləri səviyyəyə gəlib çata bilərlər. Başqa cür mümkün deyil. Neçə yaşınız var mənim hal-hazırda? Hal-hazırda 78 yaşım var. Maşallah, ay maşallah. O gün olsun ki, sizin 80, 90, 100 yaşında bizim əməkdaşlar gəlib gözəl çəkiş edin. Çox sağ Sizə olun, təbrik minnətdaram. Allah sağ olun. Allah sizi var eləsin. Mən təkcə Müşfiqin adını çəkdim, ancaq demək olar ki, öz ixtisasım üzrə və ondan başqa qeyri-ixtisaslar üzrə mən 1984-cü ildə məktəb direktoru seçilmişəm. 94-cü ilə qədər o sahədə çalışmışam. Özüm könüllü şəkildə, xahişimlə o işdən azad olmuşam. Allah kömək olsun. Və biz bu günlərim çox gözəl bir ziyalının qonağı olduq. Gözəl ağsaqqal, gözəl müəllim, gözəl pedaqoq, gözəl bir ziyalının qonağı olduq. Təşəkkürlər, Allah ömür versin, can sağlığı versin. Çox sağ olun.